2026-cı il üçün ən gözəl manifest üsullarından birisindeyim. Deməli, Kindle'in içərisindən çıxan hədiyyə bizə mesaj verir. Belə bir video gördüm. İndi gedirəm mən də onu deneməyə. Baxaq görə içərisindən nə çıxır. Niyyət edirəm ki, 2026 ilə bağlı almalı olduğum mesajı alım bu Kindle'lərdən birisindən. Baxın görüm. Baxaq görək nə çıxır. Ya Allah. Bu nəsə bir heyvandı ama bilmədim nə heyvan. Neyse dostlar, Triceratops diye bir heyvan çıxdı. Üç boynuzlu. Mən aslında da baxdım. Gələn il güclənəcəyim deməkdir. Daha çox güclənəcəm, daha çox öz daxili gücümü tapacağam. Daha çox sərhədlərimi qorumalı olduğum bir dönəmə daxil oluram. Neyse burada heyvanı birləşdirə bilmədim. Amma üç boynuzlu bir heyvan dedim. Maraqlıydı. Siz də məncə sınayın.